Bu Show Deyilin yeni bölümünə xoş gəlmisiniz. Mən Mehdi Əzizova Mən Rəna Yüzbaşova. Mən Səma Ağayeva. və qonağımız Ramin Ramin Binyaminov. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Xoş gördük bir-bizi. Ramin bəy, verilişimizə qonaq olduğunuz üçün, bizə vaxt ayırdığınız üçün dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, mən təşəkkür edirəm ki, sizdən belə gözəl bir xanım Sağ olun, podkast sağ olun. edirik. Təşəkkür edirəm. Suallarınızdan da ilk növbədə izləyəcəyəm ki, suallardan xəbərsizəm və qorxuram. Ancaq belə fağır oturur. Bəli, ona görə belə yazıq, fikir verin oturuşuma. Hər an hər şey ola bilər. Eynən. Aha, əgər hazırsınızsa, suallarımıza keçdik. Daha sonra maraqlı oyunlarımız olacaq. Tamam. Belə deyək də. Yasifdə. Yasifdə. Ramin bəy, özünüzü 5 kəlmə ilə anlatsanız, bu 5 kəlmə hansıları olardı? Yaraşıqlı cəhətəsiz. 5 kəlmə ilə anlatsam, Kifayət eləməz. 5 kəlmə, yox, gör nə qədər pis adamam ki, bir cümlə tap özümü deyim. 5 kəlmə ilə nə barədə öz işimlə, həyatımla bağlı, yoxsa necə yəni? Ramin, çalışqanam, sevgi doluyam, yaraşıqlıyam. Sonra atdıqda say çox alsın, 2 dənə qaldı. Evliyəm, mutluyam. Nə gözəl. Evli, mutlu, çocuqluyam, oldu. Ramin bəy, məşhurluq həyatınızda nəyi dəyişdi? Çox şey dəyişdi. Səmimi olmaq lazımdırsa, həyatım sıfırdan dəyişildi. Məsələn? Həyat prinsiplərim artıq məsəl üçün əvvəlki kimi rahat belə deyək də istədiyim şeyləri eləyə bilmirəm, amma müsbət tərəfləri də ondadır ki, sevilirəm və bunu hiss etmək, bunu görmək doğrudan da gözəl bir duyğudur. Nə bilim, yəni xoşbəxtəm və çalışıram ki, o insanlarla aramdakı o sevgi bağı hər zaman daha da güclənsin və biraz mən səmimi insanam deyə izləyicilərim bilirdim. Mən heç vaxt yalandan heç nəyi reklam etmirəm. Ona görə də bizim aramızda bir gözəl bir loyallıq var, bir sevgi var, bağlılıq var, bəli. Ona görə də gözəl bir hissdir məşğulluq. Çox gözəl. Bəs sosialda tanıdığımız Ramin Binyaminovla real həyatdakı Ramin arasında, videolardakı Ramin arasında Tamam ayrı bir insanlardır. Orada deyən gülən, orada deyən güləm, amma normalda mən çox əsəbi bir insanam. Normal. Həyatda çox əsəbi bir insanam. şübhəli. Heç görsənmirəm. Eynən. Ümumiyyətlə videodakı Raminlə həyatdakı Ramin, videodakı biz aktyoruq, biz rolumuzu oynayırıq və bitir. Realdakı Ramin isə tam fərqli Ramindir. Bəs oxşar cəhətlər? Oxşar cəhətlər, istədiyim, sevdiyim insanların yanında əyləncəli ola bilirəm. Başqa heç bir oxşar cəhəti yoxdur. Belə. Sizi bugünkü gündə Ramin edən amillər nələrdir? Əsas amillər nələrdir? Valideyn dəstəyidir. Çünki mən buradan bütün insanlara demək istəyirəm ki, gənclərə valideynlərin dəstəklərini öz arxalarına alsınlar. Mən bu yerlərə gəlmək səbəbim ilk növbədə anamdır. Mən heç vaxt bloger olmaq belə ağlımda deyil idi, amma anam hər zaman bizim hətta mən bu sosial gəlməkdəki anamın ilk sözü oldu ki, evdə hamını güldürə bilirsənsə, insanları da güldürə bilərsən, dəstək olub. Sevdiyin işlə məşğul ol və mən arxandayam. O mənim bir motivasiya oldu. Mən atasız böyümüşəm və tək böyümüşəm, amma evində tək uşaq olmuşam. Amma heç vaxt yoxsulluq nədir bilməmişəm. Çünki mənim anam hər zaman yaxşı yerlərdə işləyib. İş orasıdır ki, sonra anam işdən çıxdı, mən iş başladım bu fəaliyyətə. Təbii ki, mənim anamın əliyyədələrini mən ona qaytara bilmərəm, amma biz də əlimizdən çalışırıq ki, övlad kimi. Onun bu məni yola gətirdiyi bu sferəyə mənim valideynim anam gətirib və mən də onu çalışıram ki, artıqlaması ilə ona qaytarım, dilim dolaşdı, artıqlamasıyla ona qaytarım belə. Yəni, məni ən böyük Ramin edən amil mənim anamdır, yəni valideynimdir ki, onun dəstəyi ilə bura gəlmişim. Allah mamamıza can Çox sağlığı sağ olun, versin. Mamalar bir dənədir, bu arada mən də valideynlərim çox dəstəyi çox önəmli. Bu arada mənim də mamam da elədi. Ramin bəy, sizcə sosial mediadakı həyat reallıqla nə qədər üst-üstə düşür? Bəzi insanlarda heç, bunu səmimi olaraq etiraf edeyim.
Amma bəzi insanlarda üst-üstə düşür. Sosial şəbəkədə bizim işimiz göstərməkdir. Biz insanlar ümumiyyətcə xoş hallarını paylaşmağı doğrudan da gözəl bir işdir. Bəzi insanlar deyir ki, niyə hər şey göstərirsiniz? İnsan xoşbəxt olduğu şeyi ölümsüzləşdirmək istəyir, göstərmək istəyir, saxlamaq istəyir, paylaşmaq istəyir ki, mən sevirəm, sevilirəm. Bunu insanlarda bəziləri bunu yaşamayıblar deyə qızıq yaradır. Bəzi tanıdığımız blogerlərin həyatları, yaşayışlarıyla sosialdakı üst-üstə düşməsə də, amma bəzilərində realdır, bəli. Yaratdığınız kontentlər, yəni videolar çəkirsiniz. Onları sırf izləmək üçün yaradırsınız, yoxsa çəkim izlənərmi? Qətiyyən biz elə düşünürsüz? Əla. Super sualdır. Biz belə deyək, 100 mindən aşağı olan videonu saxlamırıq səhifəmizdə. Artıq o biz üçün uğursuz kontentdir. Biz komanda olaraq 4 nəfərik. Bizim ssenaristimiz, videoqrafımız, montajyorumuz var. Və buradan bir etiraf edeyim ki, heç bir ssenarini mən yazmıram. Yazsınlar mənim üçün, bəli, mən sadəcə çəkilirəm. Buradan Nihat bəyə də təşəkkür edirəm ssenarilərə görə. Biz məsəl üçün 100 mindən bizdə video artıq baxış yığmadısa biz üçün uğursuz kontent sayılır və bir daha o kontent tərəflərə getmirik məsəl üçün. Amma yoxlayırıq. Bir də atım tutar da mənim işim o deyil də. Yəni mən həvəskar deyiləm axı. Hə, tutar eləmirsiniz də, yəni olacaq kontent yaradırsınız. Bəli. Rəmin bəy, özünüzlə bağlı ən böyük qorxunuz nədir? Özümlə bağlı ən böyük qorxum qazandığım məşhurluğu bir anda itirmək. Çünki o çox təhlükəli bir şeydir və sosial şəbəkədə biz bunu dəfələrlə şahid olmuşuq ki, illərlə qazanılan, tanınan, hörmət uğur, ulduzun bir düşüşü bir dəqiqə çəkir. Ona görə də bunu nə mən, nə də ki heç kim arzulamıram. Ona görə də hər zaman ehtiyatımızı saxlayırıq. Elədir, deyirəm ki, nəsə normal sual gəlməyəcək. Sənin Nə gəlsin? Ömür tablomuzun ən gözəl boyası. Bildim də, suala bax. Nələrdirsə bildim ki, ömür tablomuza nə olur? Boyasına nəsə olur deyəsən. Çox qəşəng sualdır, maraqlı sualdır. Aha, ömür tablomuzun ən gözəl boyası kimdir və yaxud nədir? Belə gözəl sualı düşünməliyəm. Ömür tablom, biz 3 nəfərlik özümü çıxıram da, yəni ümumilikdə 4 nəfər evdə ailə var. 5-ci yoldadır. 3 nəfər o ailədir ki, məsəl üçün mən özümü çıxıram, o mənim məsəl üçün həyatımın ən gözəl tablosudur. Anam, yoldaşım, övladım evə gələndə onları görəndə yorğunluğum azalır. Bütün o günün stresini unuduram. Ən gözəl tablodur və evdə də belə bir gözəl tablomuz var və mən hər dəfə ona baxıram və ən gözəl yerə qoymuşam. Sağ olun. Videolarınızdakı obrazlar real insanlardan ilhamlanırsınız, yoxsa tamamilə fantaziya, fikir gəlir? Mən Qətibə bibi, mənim videolarımdakı xanım, o başı bağlı obrazdır. O mənim anamdır. Və mən öz anamı oynayıram əslində. Təbii ki, biraz abartırıq, amma aşağı-yuxarı mənim anamdır. Yetim qalasan səni, anan atan ölsün, 5 vazifə pul düşən kimi vırnıxırsan, bilmirsən harada xərcləyəsən. Sən yetim qal, ölmüşəm əlindən, Allah öldürsəydi, hambal olmuşam da mən. Bu mənim anamdır, dostlar. Nə aşağı, nə yuxarı. Bütün mamalar. Bütün analar, hə. Qulam da mən qul. Ancaq ölü kimi uzan telefonda bir işin ucundan tutmam. Mənim anamdır, mən öz anamı oynayıram. Ata obrazı isə bizdə Fərziyədir. O parikli qız bizim gündəlik həyatımızdakı olan xanımlardır. Şəbnəmlə mən, biz ümumilikdə 4 kontent veririk. Şəbnəmlə də mən özümüzü oynayırıq. O parikli qız, siz gənc xanımlarsınız. Anam mənim öz anamdır. Atadakı biz yaratmışıq belə bir obraz. Maraqlıdır. Maraqlıdır. Mama vəbşə maraqlıdır. Mama. Çox qəşəng şeydə o videolar. Yəni süper alınır. Mən birini paylaşmışam, gördünüz. Təzəlikcə olanı görürəm. Nə var deyir? Hə. Nə istəyirsən? Rəmin bəy, insanlardan aldığınız ən dəyərli dərs nə olub? Heç kimə güvənmək lazım deyil. Heç kimə qulaq asmaq lazım deyil. Mən bu sahəyə gələndə hamı mənə lağ elədi. 2016-2017-ci illərdə. Heç kim inanmırdı. Hətta öz sinif yoldaşlarım belə buradan ona etiraf edə bilərəm ki, mən inanmadı. İndi düzdür, yəni belə deyək də,
Heç kimə inanma, güvənmə, öz inandığın, qəlbində inandığın nə varsa, ona bax, onu ümumiyyətlə belə deyək, ürəyinin səsini dinləməlidir insan. Bəli, dinlə və davam elə. Uğur qazanacaqsan. İndi insanlar hamısı heç kəsə inanmır heç nəyə. Yəni Ümumiyyətlə, bəli. qalxan insana deyir ki, sən Sən eləməyəcəksən, bacarmayacaqsan. Hissedirsiniz, bəzi insanlar olur, onları biz görürük də, tez parıldayırlar və tez də sönürlər. Biz o insanlardan olmayaq. Biz zamanla parıldayaq və sönürük. Eynən, az-az, bəli. Özümüz olaraq. Bunu sizə davet edirəm, bəli. Anında çıxırsan və 1 aydan sonra, 3 aydan sonra, 6 aydan sonra görürsən ki, o insanlar, görürsən ki, doğrudan o hara yoxa çıxdı. Onlardan olmayaq, bəli. İnşallah. Biz hər zaman parıldayaq. Amin. İnşallah. Ramin bəy, videolarınızda baxış az olanda motivasiyanız düşür, yoxsa deyirsiniz ki, olsun, növbəti partlayış olar? Bütün günüm bana zibil olur. Allah'ım olsun. Elə qəmli oluram. Elə bilirəm ki, subayam, hansı qızdan ayrılmışam, dərd çəkirəm. Elə oluram da. Dünya başıma yığılır. Yığıram bütün bizim uşaqları pazlayıram ki, bu niyə tutmadı? Ola bilir o niyə indi olanda olur da. Yəni bu özdə ki bizim məsələn aylıq statistikamız 18 milyondan aşağı düşəndə bizdə bir belə gərginləşmə olur da. Yəni ki niyə düşdü? Hətta 28 günə biz 18 milyon vurmayanda fikirləşirik ki biz uğursuz. Bu son dövrlərdə iki videomuz tutmayıb. İnansız bizim o tərəfdə qırğındır ki niyə? Bəli, dünənki videoda tam istədiyimiz nəticəni əldə eləmədi də 250 mindir. Olur da indi. Olur da yəni nə bilim niyə yazmaq üstü qanun qararıdır da yəni. Siz depressiyaya saldı biz. Önəmli oldu ki, real insanlar Biz izləyir ümumiyyətlə, və yəni valla mən 430 min TikTokda, 360 neçə min Instagramda, valla mənim baxışlarım 700-800 mində, mən də bəziləri kimi 1 milyon 900 min, 800 min eləyə bilərəm də yəni. Kim alladır, sən özümü allada bilmərəm, bəli. Mən öz izləyicilərimdən razıyam. Hansı kimə gəlir, mənim kommentariyama 2000 insan komment yazır. Yəni o heç kimə gəlmir də Azərbaycana. Mən yalandan niyə panel vurum ki? Panel yaxşı deyil. Təşəkkür Bəlkə edirəm. hiss olunur. Bu arada hiss olunur. Baxırsınız ki, məsələn böyük səhifədə amma altında bir dənə komment yoxdur. Eynən. Və ya like, 100 dənə like like, yoxdur. yox, məsələn adam var ki, görsən 1 milyondur, like 10 mindir. Heç o üstə gəlmir. Eynən. Real həyatlara əsasən videolar çəkirsiniz, ona görə insanlara maraqlı, gəlir. daha cəlb edici olur. Eynən. Ona görə də hər kəs deyir ki, Ailədən insanlar deyir ki, sən bizdən birisən. Eynən, bizdən evimizin içi kimi. Eynən, məni hərdən yolda valla, məni 50-60 yaşında xalalar qucaqlayır, sənə xala qurban. Belə qalıram, dostlarım. Valla, elə qucaqlayırlar mən ki, deyirəm ki, çox sevinirəm ki, onların o sevgisini qazanmışam. Nasıl belə tonton xala gəlir ki, sənə xala qurban, belə qalıram. Qaldırır mən üstəmə belə qoyur yerə. Bəs belə maraqlı videolar, komediyalar çəkəndə harda stop qoyursunuz və qırmızı xəttiniz varmı? Çalışırıq ki, maksimum argo cümlələrdən istifadə eləməyə, söyüş istifadə eləməyə. Amma bəzən məsələn kiçik analarımız istifadə edir, xırda söyüşlərdən istifadə edirik ki, o da videoya duz qatsın deyə. Belə amma çalışırıq ki, videolarımızda qətiyyən təhqirə, tənqidə və yaxud da hansı izləyicini tənqidə və ya kimisə tənqidə yol verməyə, bu ana obrazında, ata obrazında da olsa çalışırıq ki, hər şey öz üzərindən gedir. Bir də biz video çəkəndə insan olaraq, yəni hamı özünü görsün deyə çəkirik də. Yəni hamıya toxuna bilərsiniz deyə. Bəli. Ona görə də biz çalışırıq ki, videolarımızda söyüşə və biraz açıq-saçıq şeylərə yol verməyə. Qırmızı xəttiniz budur. Bəli. Ən birincisi də söyüş. Prinsipdə. Bəli. Bu gün geri dönsəniz, gənc özünüzə nə deyərsiniz? Bu da deyir ki, mən elə qocanmır. Mən də gəncəm. Məsələn, bəlkə 18 yaşlı Ramilə bir 10 ilə dönsək, deyərəm ki, inan özünə. Çünki mən özümdən gözləmədiyim şeylərə potensiala malik olduğumu öz üzərimdə işlədiyimdə bildim. Özümə deyərdim ki, ilk növbədə insan özünə inanmalıdır. Özümə inana, ona deyərdim ki, özünə inan. Bir gün yaşamadığın həyatı yaşayacaqsan. Xəyallarında olan arzularını gerçəkləşdirəcəksən.
başqa nə isə deməzdim, amma ona ən böyük motivasiya elə olardı. Kimsə mənə 18 yaşında desəydi ki, sən 27-28 yaşında inandırıcı gəlməzdi ki, sən arzusunda olduğun ən xırda həyatımızda arzusunda olduğun avtomobil, ev, həyat, ölkə, bunları görəcəksən, seviləcəksən. Azərbaycan tanınmış brendlər, böyük brendlər səninlə əməkdaşlıq edəcək, işləyəcəklər. Bu həqiqətən 18 yaşımda inanmazdım. Amma yəni dönüb onu inandırardım da, tutardım yaxasından ki, and içirəm, əlimi Qurana basıram ki, olacaqsan. Sən, valla, asla pes etmə. Şillə özündən, qalx ayağa. Ayağa dur, kəndinə gəl. Sən özünə gəlmə. Eynən, amma yəni belə onu inandırardım. Söz qoyardım. İnanmayanım. Azərbaycandan çox Ən çox şey söz qoyursan. Simulator, motivasiya gəlir insan ki, onu da düz deyir. Mənim dostlarım elədir. Ağır söz söyür. İnanıram ki, bu yalan demir də, yəni. Bəlkə and içsə inanmaram. Amma söz qoyanda ona bir belə ürəkdən inanmalım gəlir. Deyirəm ki, edək. Sən hara məndə ol. Sən hara məndə ol. Allah haqqı bir dostum var. Ürəkdən söz ki. Bir də oğlanlarda siz qızlar bilmirsiniz. Oğlanlarda belə çayxanada belə bir masa olur, otururuq. Bir dost olur. Deyir, qardaşlar bir iş var, 1 manat qoyursan, 1000 manat götürsən. Heç vaxt inanmırsan da adam. Özü elə söhbətin şirinanında gəl ki, iş var 100 manat qoyursan, 4000 götürsən. Hamı fokusuna gedir. Nədir ki? Qoyursan, batırırsan. Bir də görsən ki, pul yoxdur. Mənim başıma gəlib, dostum bir gün gəldi, hamımız çayxanada belə oturmuşuq, nerede oynayırıq? Gəldi bir dənə iş var, 3000 qoyursan, bir həftəyə 6000 götürsən. Dedim, nə gözəldir, bir həftəyə 3000 qoyuldu da. Öz üçün, dedi ki, 300 manat qoyursan, əstəğfurullah 6000 götürsən. 300 manatın batdı. Səhərsi gün dedim, nə oldu? Pul dedi ki, qardaşım, proqram bağlandı. Nə bilim, valla, nəsə o belə əvvələ bir işlər var idi. Dedi, bunu 300 qoyursan, bir həftəyə 6000 səndədir. Adın çəkilir. Nətər olsa pulun batdı. Amma əslində elə şeylə inanmaq lazım deyil. Oğlanlarda olur da belə gəlir bir nəfər qruqa ki, bu belə bir iş var. Gəlin eləyək. Gəlin eləyək. Kimsə də tırkalanır. İnsanlar pullarla oynamayın. Əziyyətlə qazanır o pulu. Allah. Anam mənə itin sözünü Bir dedi. şey soruşum. Onu eləyəndən sonra yenə də eləmisinizmi? Kiçik şeylərdə məsəl üçün gəl 10 manat qoy yazarım deyə. Bir də qələti. Ümumiyyətlə dostum artıq inanmıram. Söz qoysam inanıram ona. Onda belə bir şey. Əbülfəzə qarşı bir güvənsizlik istəyirəm mən də, bəli. Buradan da bunu görsədik ki, mən belə güvənmirəm. Başlarımdan hansı kameradım? Orada sizə. Mən də oradım. Ramin bəy, insanlar ən çox nəyi sizdə yanlış anlayır? Bizdə ailə münasibətini bəzən yanlış anlayırlar ki, biz daha çox qorxan kişi obrazıdır, biz deyilik, yoldaşından qorxan kişi obrazıdır. Və bəzən, burada əslində insanlar demək istəyirəm ki, videolarla ümumiyyətlə reallığı qarışdırmayardı. Yəni, o videodur, biz orada rolumuzu oynayırıq və bitir. Orada daha çox onu qarışdırırlar, ailə münasibəti. Hətta mən bəzən haradasa suallar da verilir, harası gedirəm gecə 1-2-də, məsələn, haradasa oturmuşam. Gəlir bir xanım, yoldaşınız necə içəsi verir? Baxıram gedirəm, sən siz kimsən? Özümsün, Allah bir dəfə başıma gəldi, bir xanım gəldi əlinə belə elədi, mən də belə baxdım, belə idi. Yoldaşın içəsi verir, xəbəri var. Oğlum, siz kimsiniz? 100% desəydiniz yoxdur, çəkib atacaqdı. Mən sizin izləyiciniz. Dedim, valla verir. Dedim, o belə bir an yaşanıb da, yəni ki, ona görə insanlar inanır ki, elə bilirlər ki, doğrudan deyil. Vay. Demək, ilk başda bu qədər böyüyəcəyinizə, bu qədər izləyiciyə, kütləyə sahib olacağınıza, insanlara toxunacağınıza inanırdınız? Əsla. Bilirdinizmi? Yox. Sadəcə, mən 10 ildir çalışıram, 3 ildir. 10 ildir çalışıram, 4 ildir tanınıram, 2 ildir partladıram. Belə izah eləyək, qısa. Yəni 10 ildir çalışıram, 4 ildir tutuzdurmuşam, 2 ildir də partladıram. Belədir. Yəni o uzun bir illər əziyyət. Eynən. Kənardan baxanda hamı elə bilir ki, o bloger olmaq asandır. Açdı səhifə, paylaşdı və yaxud da necəsə tanındı. Olar burada insanlara bir məlumat vereyim. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Mənim mikrofonum budur deyə. Videoları əslində
izləyicilər elə bilirlər ki, 40 saniyə baxdığı video 40 saniyə çəkilir, montajlanır, paylaşılır. Əslində o. Siz bilirsiniz də bu nə qədər çətin olan bir prosesdir də. Bilirik. Biz bir 40 saniyəlik videonu Allah and olsun 4-5 saatda çəkirik. 11-4-5 saatda montajıdır. Ümumilikdə bir 7-8 saatda bir videomuz hazır olur da, yəni bizim. O baxır 30-40 saniyə deyir əşya, yəni 30-40 saniyə çəkilib də mən deyim. Bir də ki, əlinə kim telefon alır, bloger olur, qardaş. Bu nədir, məsələdir, tutam. Mən gənclərə və onların valideynlərinə buradan bir məlumat demək istəyirəm. Övladınız və yaxud da sizin elə özünüz sosial şəbəkədən gəlir əldə etmirsinizsə, bunu davam etdirməyin mənası yoxdur. Təşəkkür edirəm. Vaxtınızı almayın. Valla gedin hardasa bir 600-700 min manatlıq, 1200 manatlıq bir işdə işləyin. Amma gəlir əldə eləmədiyiniz şeyə vaxt sərf edin. Təşəkkür. Zəhmət olmasa Nəzərə alın və əməl eləyin. Bəli, yəni vaxtınızı öldürməyin. Onunla daha başqa şeylərdə özünüzü daha yaxşı sınaya bilərsiniz. İnkişaf edə bilərsiniz. Bəli. Bəli. Uğur sizin üçün nə deməkdir? Tanınmaq, azadlıq yoxsa daxili rahatlıq? Uğur, azad bir dənə təkrarlayın. Tanınmaq, azadlıq yoxsa daxili rahatlıq? Tanınmaq, dahi rahatlıq. Çünki niyə düşündüm? Rahat olursan, məsələn o bəzi hisslər olur, bilmirəm indi. Mən necə izah edeyim ki, belə qəribə də çıxmasın. Axşam evə başını qoyanda belə qoyursan ki, mən sevinirəm. O daxili rahatlıq. Belə yatırsan ki, məsələn baxırsan ki, axşam video paylaşımsan, 1000 dənə komment gəlir, xoş sözlər oxuyub yatırsan. O daxili rahatlığında tanınmaq məncə sevgi ehtiyacı var və yəni belə. Çox gözəl. Çox təşəkkür Tanıdısın. Mən heç özümdən razı deyiləm deyə. Bəzi insanlar elə bilər ki, mən özümdən razıyam. Allah haqqı deyiləm. Mən çöldə görəndə, hə vallahi yəni kim istəyir yaxınlaşsın ki, heç vaxt heç kim şey eləmirəm. İnsanlar deyir ki, sən özündən çox razısan. Deyirəm, neynim? İnsanlar bir qəribə şey yarar. Mən yolda belə gəzməliyəm. Hamı deyir, videolarda görürsün yolda beləsin. O yolda kim ağzı açıq gülə-gülə gəzir ki, yəni. Hamı yəni ciddi, yəni yoluma gedirəm də. Düşün ki, hamıya beləyəm. Hamıya gülücük Bu xəstədir, bu niyə belə gəzir? İnan ki, elə gəzsəz də deyəcəklər ki, buna bax, bütün gün Bambaladır, gülə-gülə gəzir. Allah, eynən. Sizdə iyi. Sosial mediada həmişə şən olmaq isə təzyiq yaradırmı? Yox. Yox, heç yaratmır. Çünki zaten özüm hiperaktiv biriyəm. Ona görə də mən normalda enerjik insanım. Məsələn, bəzi insanlar olur, matsız, hara gedirsən, bütün gün əllərində telefon. Mənim elə dostlarım var, sönüblər də o insanlar. Mən elə deyirəm, mən enerjikdəm deyə, mən heç bir təsir eləmirəm. Daha da mən motivasiya alıram, insanlar mənim o. Bəs komediyanı qaçış olaraq görürsünüz, yoxsa terapiya? Bu sual idi. Bəli. Risk verdi. Komediya. Mənim də xoşuma gəldi. Nasıl izah verdi? Sizə sual olduğunu hiss eləmədim. Bir dənə də ver. Mən də başladım. Bir dənə də ver. Hep sənin sualınla bağlanmış kimi oldu, hə? Hə. Komediyası. Komediya sizin üçün qaçışdır, yoxsa terapiya? Komediya mənim üçün qaçışdır, yoxsa terapiya? Yəni beyninizdəki sualları qaçış olaraq mı eləyirsinizmi, yoxsa sırf terapiya olaraq mı eləyirsiniz? Sual tam anlamadım. Necə yəni komediya tam qaçışdır, yoxsa terapiya? Yəni məsələn komediya kontentləri Kontent yaradırsınız edirsiniz. da. Yəni o sizin üçün bir qaçışdır yoxsa sizə Nədən qaçışdı da yəni? Özünüzdənmi deyək, fikirlərinizdən mi deyək, stressdənmi deyək? Yox, heç məsələn iki də variant var, olan terapiya da deyil, qaçış da deyil. Yəni bu mənim işimdir. İş olaraq eləyirəm. Yəni bu heç bir həyatımda, heç bir bu ki, nə terapiyadır mən, nə qaçışdır. İnsan qorxduğu şeylərdən qaçır da. Mən komediyadan gülməkdən niyə qaçım ki? Şurası salam. Üzr istəyirəm. Rami bəy, sizcə aktyorluq istedad daha önəmlidir, yoxsa təhsil? İstedad. Valla təhsildə orada verə bilmirlər də. Sən nə deyəcəklər ki, burada bu rolu. Aktyorluqda incə bir şey, məqamlar var da. Məsəl üçün, baxış. Sənə deyirlər ki, sağdan bir insan gəlir, onu gözün dəyirmiş kimi baxdırsan, belə eləyib ona baxırsansa, bu valla bəzi şeylər var ki, o insan daxilində olmalı, içində olmalıdır. Və yaxud da ki, bəzən o
səsində o bəzi boğuqluqları yaratmaq, təngi nəfəslik. Bunlar aktyorluqda sənə öyrədə bilərlər. Amma onu yaşamağı məncə o insanda biraz da o fitri istedaddır, bəli. Ümumiyyətlə aktyorluq istedaddır, necə ki müğənnilik də istedaddır. Hər kəs müğənni ola bilməz. Yəni mən müğənni ola bilmərəm. Nəsə onda olmalıdır ki, onda aktyorluq da elədir, olmalıdır ki, sən onu peşəkarlaşdırasan. Bəli. Təşəkkür edirəm Mehri xanım. Buyurun. Ramin bəy, son zamanlar sizi həyatda ən çox nə xoşbəxt eləyir? Son zamanlarda mən ən çox nə xoşbəxt. İnansız övladım. Biraz əl-ayağa gəlir, qızımın olmağı, evladımın. Məncə yaxşı qız atası olaram. Olaram mən. Tivili olaram. Yəni qız başqadır yəni. Görəcəksiniz. Mən məsəl üçün indi Faiqi o qədər sevirəm ki, deyirəm ki, qız övladım olsa, bunu Faiq qədər sevirəm. Faiq məsəl üçün mənim ilk o deyir göz ağrımda. Mən məsəl üçün öz atamın adını qoymuşam da, dünyasını dəyişib və əhd eləmişdim ki, o övladımın adını qoyum. Çox sağ olun. Ona görə o həm məndə uşaq mənəvi bir his var. Mən onu çağıranda sanki mən onu ata deyirəm. Özü elə bilirəm ki, atamı çağırıram. Yəni ona baxanda xoşbəxt oluram bu aralar. Yəni özü elə belə şey olub, belə əl-ayağa gəlib, şey eləyir. İndi eynən atda gəlmə bilir. Mən hop-hop elə. Deyə bilmir, atdı. Hop-hop elə deyir mən. Maşallah. Çox sağ ol, maşallah. Gününüz olsun. Ramin bəy, sonuncu sualımız. Gələcəkdə bizi necə başqa layihələr gözləyirmi? Gələcəkdə bizi yaxın gələcəkdə ya nə bilim uzaq gələcəyimiz varsa. Biz hətta 6 ay öncəni düşünürük. Ümumiyyətlə biz hərəkət eləyəndə. Siz mənə də görmək istəyirsiniz? Bir 6 ay sonra, məsəl üçün, hansısa bir filmdə. Film görmək istəyərəm. Komedi filmində görmək istəyərəm sizi. Mən istəyərəm. Bəs yaxşı, ana obrazımızı bir filmə çevirsək, baxsaq. Olar. Məncə qəşəng görsənər. Baxışı çox qəşəng. Eynən, bizim belə bir proyektlərimiz var. Buradan da spoiler verim. Gələcək məqsədlərdə, gələcək məqsədlərimizin biri çox bütçəli bir film yaratmaq, çox bütçəli bir film yaratmaq və uğurlu olmalıdır. Sadəcə özümü biz bəzim ana olanda o vaxt gələndə onu edəcəyik, çünki hal-hazırda istədiyimiz yerdə deyilik. Bizim də özümüz üçün bir KPI-miz var ki, o hədəflərimiz var ki, onu qoyuruq ki, bunda. Hələlik bir yoxlamaq istədik YouTube-da bir 10 dəqiqəlik ana skeçləri. Daha uzun, çünki izləyicilərdən gələn rəy budur ki, biraz uzat, obrazları, ana, atanı. Bunu bu 6 ayda düşünə bilərik, amma filmi 1-2 il sonra bəlkə düşünmək olar. Gözləyirik səbir sizliklə, məncə yaxşı alınacaq. Bütün kontentlərinizi sevilir, insanın tərəfindən sevilirsiniz. Yəni gülməlidir, həm də komediya sizə məncə də yaxalar, eynən. Məncə oynaya bilərik, bəli. Üzünə və simasına çox yaraşır. Hə, yəni o obrazı yaşayırsınız da. Komediyanın həqiqətən. Yəni yaxşıdır. Görək də, siz gələcəksiniz də, bilirsiniz də. Bilirik, gözləyirik. Ön sıraları sizə verəcəm. Mən istəyirəm. Biz dəvət gözləyirik. İnşallah. İnşallah. İndi isə oyunumuza keçid edirik. Mən sizə suallar verəcəm. Siz də kartlarla eləmişəm və ya eləməmişəm eləyəcəksiniz. Biz oyunumuza keçməzdən əvvəl siz də kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Bir də şərh yazın. Mütləq. İşıq sönəndə telefon işığı ilə telefonu axtarmışam. Eləməmişəm. Mən də eləməmişəm. Eləməmişəm. Eləmişəm, tutmusan. Oy, eləməmişəm. Sorry, eləməmişəm. O qədər gerizekalı deyim. Belə bir işıq söndürüb otağa tez qaçmağı deyəcək. Yox, eləməmişəm. Doğrudan bağışdı. Demiyor. Maraqlıdır amma. Niyə elə bir şey eləyək ki? Sizdə olmayıb? Mən başqa sual bildim. Elə bildim Mən ki, birinci işığı söndürüb qaçırsan otağa. Sizdə olmayıb o? Olub. O olub, amma bu olmayıb. olmuyor. Telefonla axtarmamışam da. Yəni telefon olan. İşığına telefon mən digər telefon axtarmışam. Öz telefonumu, şəxsi telefonumu axtarmamışam da yəni. Mən də. Səhvən yanlış adama salam verib utanmısınız. Eləmişəm. O qədər. Eləməmişəm.
Bir-iki dəfə olub. Mən Elə də olub. bilmişəm odur. Məsələn, Mən bizə hətta- götürməyə bəli. gedib eləyəndə. Mən də. Eləməmişəm. Olur da bəzən kiməsə oxşadırıq, ona görə. Yox, ona yaxınlaşana qədər baxıram, sonra görürəm ki, həmin insan sonra elə sual verirəm. Mən biraz şeyim var. Görürsən. Göz görürəm. Özə belə görürəm. Elə baxıram ki, gör odur yoxsa yox. Ona qədər iş işdən keçmiş olsam adım üzə gəlir ki, Salam xanım nə oldu? Evdə açar axtarıb, açarın əlində olduğunu görmüşəm. Hə, o olub. Mən onu eləmişəm. Etiraf eləyim. Eləmişəm. Eləmişəm, mən eləmişəm. Eləmişəm. Çox olub özdə. Arada elə olur. Mən daha çox maşın açarında eləyirəm. Maşın açar əlimdə də evdə maşın açar axtar. Hələ o O da məndə onun kimi. cibimdə olub maşın açarı, evdə axtarmışam, sonra demişəm ki, cibimdədir maşın açarı. Ha, nə axtarsan? Hə, nə axtarsan? Aha, sualım belədir. İctimai yerdə gülmə krizinə girmisiniz? O qədər olub. Eləmişəm. Mən də eləmişəm. Eləməmişəm. Məncə siz çox eləmisiniz deyəcəydim. Eləmişəm. Çünki mən qətiyyən eləmərəm axı. Gülmürəm, yəni çox vaxt çöldə. Gülmə krizinə girmişəm. Hə. Kimisə adını unudub ona bacı və ya qardaş demişəm. O qədər oğlanlar elə ancaq tamamı oğlan qardaşım deyirsən Öyle. də. Eləməmişəm. Yəni maksimum xanım və yaxud da Nə elə mən də müraciət eləyərəm. Yox, adını unutmuşam, xanım etmişəm. Mən də eləməmişəm. Birinə yazmaq istəyib səhvən başqasına yazmışam. O qədər olur. Olub. O qədər. Məndə də olub. Bu Hamıda arada olub. çaşıb bir nəfərə zəng eləməkdən başqa bir nəfərə zəng eləmişdim. Adları eyni oldu. Ad qarışıqlığı, hə? Ad qarışıqlığı eləmişəm. Utanırsınız yəsən. Eləmişəm mən də. Belə deyim də. Storiyada paylaşmaq lazım olmadığı şeyi paylaşmışam. Oy hə. Səhvən Yox. atmışam. Atmaq məsələn tutaq ki, kiməsə atacamsa siz də eləmisiniz, götürüb story atmışam. O eləmişəm Anında mən də. silmişəm. Mən də Aa, anında yaxşı ki. silmişəm. Eləməmişəm elə bir şey. Orada nə etdim? Tez sası qaçıb səni. Aha. Wi-Fi tutmur deyə telefonu yuxarı qaldırmışam. Olub. Olub. Eləmişəm. Telefon var. Set, Wi-Fi, hamısı yəni. Telefonu belə saxlamışam əlimdə. Mən də. Bəli. Tutsun. Eləmişəm. Eləmişəm, eləməmişəm oyunumuz bitdi. Çox İndi- maraqlıdır bu arada. İndi isə digər oyunumuza keçirik. Ok, yoxsa nok? Bu aralar viraldır, bilirsiniz. Dedik biz də niyə geri qalaq? Qonşudan geri Qonşudan qaldı. geri Başlayalım qalaq. Davay, başlayaq. Qız münasibətdə qısqanclıq. Məncə ok. 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 Bu videonu paylaşma deyən sevgili. Ok. Baxar hansı video. Ok. Sosial mediada öz şəxsi həyatını paylaşmaq. Ok. 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 İlk addım atmaq. Sevgidə. Ok. Ok. Münasibətdə yumor hər şeyi xilas edər. Ok. Bilərmi? Ok. 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 Yəni, Qarışıq. mən baxırım kim eləyir, mən eləsəm eləyər. Hər şeyi zarafata salan sevgili. Nok. Nok. Nak. Keçmiş münasibətlərdə dərs almaq necə deyək? Nəsə də tutaq ki, hər hansı bir münasibətimiz var, təcrübə toplamaqda deyək. Tutaq ki, oradakı səhvləri burada eləməmək, yaxud da buradakı şeyləri orada eləməmək. Buna necə Gibi bir ok şey. deyəsən? Ok, təbii ki də ok. Ayrılandan sonra dost qalmaq. Nok. Nok. Yəni nok. Qalanmarsan axı. Məcbur. Qalanmayasan ya. O kim deyir mən sənin dost qalım, Yalandır. yalan danışır. Gözün içinə qədər. Bəli. Sevən zaman özündən daha çox vermək. Yəni Ok. da. Ok. Mən verirəm. Oradan. Mən Maraqlıdır. Digər suallarımıza keçək. Siz tam sevirəmsiniz. Hmm. Sevsiz Bəlkə elə də. demərsiniz. Həmişə ilk mesajı atmaq. Ok. Nok. Nok. Qızlar nok, oğlan ok. Hə. Yəni, oğlan Ok nok. Məncə oğlan. Mən də ortadayam. Ok Onda nok. niyə Nok. yalnız Birinci tək oğlan. oğlan atırsa, Əla. hər iki qarşılıqlı olmalıdır. Onda da. niyə nok dedin? Yox, yəni demək istəyirəm ki, yalnız mesaj alma verən balans yalnız bir tərəf hərəkətə keçirsə, digər tərəf keçmirsə, onda nə? Mən niyə nok dedin? Onu dinlə mənə. Niyə nok dedin? Mən nok deyirəm ki, hər dəfə mən yazaram, sən nok dedin. Yox, qarşılıqlı olmalıdır da. Hadi ok deyirəm də yazıram, sən nok dedin. Neyse yazmayacam sən.
Nəysə. Məndə həm ok həm nok yazmayacağam. Sən necə bir keyfə baxır. Hə, aynen. Çox istəyirəm. Baxır da, yəni. Yazıcım. Sosial mediadan tanışlıq. İndiki zamanədə ok. Məncə olur. Normal Bu sualı heç almazdınız məncə. Yəni ok. Hə, yəni indiki zaman üçün normaldır. Əvvəl o 5 il əvvəl Eynən. deyə deyirdilər ki, Eynən. ay yoxsa sən məndən Eynən, qeyri eynən. o qədər var ki, ətrafda sosial mediadan tanış olub, evlənən falan. Ailə quranlar. Amma mən eləmərəm. Mən də. Mən evlənmərəm. Yəni bu mənim şəxsi subyektiv fikrimdir. Hə, mən də. Bilmirsiniz də hara gedəcəyin. Yəni bilinməzlikdir. Görmədən, tanımadan, bilmədən olmaz. O heç də. O deyirlər indi ki, deyəcəklər ki, məsələn onsuz da görürsən də, tanıyırsan da. Yox. Nə bilim biraz Daha ətraflı tanına bilir ya. ətrafını da tanımalıyam. Bəli. Bəli. Ona görə mən də Nok. məncə noktur. Sevgidə qarşı tərəfin dinləməyi bacarmaması. Nok. Nok. Təbii ki. Bacarmırsa bitdi. Sakit Yavaş Yavaş münasibət. mənim həyatımda. Bəli. Sakit münasibət yoxsa belə kaoslu. İndi onu Kaoslu, kaoslu. Kaoslu. belə deyək, hər ikisi sakit balanslı olsa da balanslı. ok-nok. Hə, okey. Öylədir. Sevgilinin və yaxud da həyat yoldaşının qızlarla tək tətilə getməsi. Oğlandı, qızdı. Qarışıq. Mən oğlan olaraq Maldiv qızlarına getdim. Siz Mən qoyarsınızmı kimisində? Nok. Mən Əsla. Mən nok, amma Şəbnəm biz Azanla əməkdaşlıq çərçivəsində xanımlarla getmişdim. Bəli, 20 yaxın xanım idi, mən tək idim. Bəs tək başına səyahət eləməsi? Tək başına səyahət eləməsi, mən ok desəm də o getməyəcək deyən almışdım. Sevgilimin mənə xəbər eləmədən plan dəyişikliyi eləməsi. Ok. Ok. Məncə Məncə də nok. ok. Niyə? Bir dəfə Mənə olar. demədən Eləməliyəm. Niyə plan dəyişsin axı? Mən də desində, mən də onun həyatında İndi bir insanım anında da. oldu da Olur deyə da bilmədi. bəzən. Yox, deməlidir. Mən üçün bu mütləqdir. düşman Oy başına. oy. Oy. Vay 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 vay. Münasibətdə qadağalar. Nok. Nok. Şərtlər ola bilər. Qadağalar yox. Ok. Ok. Qadağa Mən qadağa qoya bilər. Qadağa zəhrim gedir o sözünə. Qadağa nədir? Qadağa deyil də, yəni qarşılıqlı məsələn də mən Şərt bir də. şey xoşlamıramsa, məsələn mən də deyə bilərəm ki, bu başqa, şey- qadağa başqadır. Qadağa Əgər qoyuşum mənim eləmir. istədiklərimi o da eləyirsə, mən də təbii ki, onun istədiklərini eləməyəcəm. Hə. Yəni qarşılıqlıdır amma Qarşılıqlısa. Amma mən deyirəm ki, sən falan şey eləmə. O eləyirsə, mən niyə onun dediyini eləməliyəm ki? adam düz. Vay 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 vay. Oy, yalasan sən, yalasan sən. Vay vay vay. Vay 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 vay. Tez elə, sən Allah tez elə. Qan düşəcək. Tez elə biraz. Hə. Münasibətdə azad olmaq, yəni hər şeydə azad. Azad Ay, yox, hər olmaq nə şeydə yox. münasibətdə, hər şeydə azad Tam sual olmaq. keçmədim. Hə. Elə azad Yox, olmaq. yox, Münasibətdə hər şeydə azad olmaq. Birlikdə azad olmaq. necə Birlikdə olur? hər şey eləmək. Yox. Ok. Birlikdə azad olmağı ok. Azad Amma özü olmaq tək şərt- başına nətər yəni Yox, azad. Mən təki mən Mən təki deyirdim. Hə. Mən təki deyirdim. Azad olmaq yoxsa yox? Münasibətdə Yox. azad olmaq. Yox, yəni münasibətdə necə azad ola bilərsən? Sən tək deyilsən axı münasibətdə. Adı üstündə 2 nəfərlik nok. Suallarımız bu qədər. Ay, təşəkkür edirəm. Çox sağ olun. Bravo. Qurtuldu sən. Qurtuldum. Belə tam qurtulmaz. Davamı var. Onda o mu bu muya keçirik. Bəli, o mu bu mu? Aha, indi isə amma bu oyuna başlayırıq. Mən məşğula adlarını deyəcəm, siz də ən çox bəyəndiyinizi Bəli. deyəcəksiniz. Gəlin başlayaq. Başlayaq. Maraqlıdır. İlk öncə Röya Ayxan yoxsa Aygün Kazımova? Aygün xanımla daha çox məclislərdə olmuşam, amma Röya ilə olmamışam. Röyanı da sevirəm, Aygün də sevirəm. Daha yaxından Aygün Kazımova ilə bir yerdə olduğumuz üçün Aygün Kazımova. Gözəl. Aygün Kazımova yoxsa Murad Arif? Aygün Kazımova. Aygün Kazımova yoxsa Murad Arif əslində mən qoyacaq. İnciməsində. Yəni Murad Arif, qədərdən Aygün. yəni hə, Murad Arif çox möhtəşəm, amma məncə özü də olsa Aygün Kazımova deyərdim. Bəli. ola bilər. Aygün Kazımova yoxsa Faiq Ağayev? Ay, Faiq Ağayev. Aha. Faiq Ağayev yoxsa Miri Yusif? Faiq Ağayev. Faiq Faiq Ağayev Ağayev yoxsa Aygün O Bəylər? çünki çox gözəl insandır. Aygün Bəylər rəhmətli. Bəli. Allah ona rəhmət Allah eləsin. rəhmət Böyük doğrudan da sənətkar idi.
Qoy yaşayanlardan davam eləyək. O sənətkarımızdır, amma Faiq Ağayev. Faiq Ağayev yoxsa Nigar Camal? Faiq Ağayev. Faiq Ağayev yoxsa Zülfiyə Xanbabayeva? Zülfiyə Xanbabayevin bir dənə mahnısını çox bəyənirəm. Hansıydı o yolda bildiniz? O da melanxolik olan hissəsi. Bir də onun bir şey var. Dostum olmasıydı. Dostum, bir Yusuflə dostum. O da qəşəng mahnıdır. Onu çox bəyənirəm, amma Faiq Ağayev. Faiq Ağayev Dostum heç olubmu? Hə, Yalnızlığın qəşəng. önündə sadəcə Hə, susdum. Qəşəng Qəşəng mahnı, bəli. Faiq Ağayev yoxsa Elçin Cəfərov? Elçin Cəfərov çox yaraşıqlıdır. Adam üstündə Düz, almaq var. düz, Hə, yaraşıqlı. çox yaraşıqlı olandı. Amma məncə Faiq Ağayev. Yarışığa görə seçmirik. Təbii ki. Amma yaraşıqlıdır. Röyanın son mahnısı da çox möhtəşəm Çox. idi bu arada. Çox qəşəng idi. Bu arada Röya xanım ondan 11-si də məcbur alıb. O Röyanın oxumayacaq. Faiq Ağayev yoxsa His? Faiq Ağayev. Aha, Faiq Ağayev yoxsa Çingiz Mustafayev? Faiq Ağayev. Oyunumuz bitdi. Çingiz Mustafa düz Faiq Ağayev seçərdi. Всё. Oyunumuzun qalibi Faiq Ağayev. Bəli, çünki sevirəm, mədəni insandır, sənətkardır, danışıq diksiyası çox möhtəşəmdir, ali savadlıdır. Və 11 verilişdə Murad Arifin verilişində dava eləyəndə görmüşdünüz o boyda da düşüb aralaşdırmağa qaçırdı. Çox səmimi insandır. Zaten Faiq Ağayev, Daygün Kazımovadır, Röya xanımdır. Yəni 10 maksimum 10 dənə bizdə sevilən və belə hər kəsin belə məşhur ona məşhurluq yaraşır dedik 8-10 adam var zaten. Qatılıram. Bəli. Elədir. Beləliklə bir bölümün də sonuna Bəli. gəldik. Bizi izlədiyiniz üçün çox sağ olun. İşlər xanımla bir dənə gözəl podkast oldu. Çox sağ ol. Hər dəfə məni çağıra bilərsən. Bizlə çox əyləncəli oldu. Əyləncəli Həqiqətən idi. çox qəşəng günümüz keçdi. Bunun üçün də Ya o çox qədər sağ olun. zarafat edirəm. Hər dəfə də olmaz. Ayda bir dəfə. Ayda bir dəfə. Səhər yazır Rəhna. Ramin bəy bugün boşsuz, gəlin. Adam yoxdur. Sağ olun. Mən də təşəkkür edirəm ki, bu podkastda məni dəvət etdiyiniz üçün. Biz təşəkkür edirik. Həqiqətən çox maraqlı söhbət oldu. Çox əyləndik, bol-bol güldük. Niyə yazacaqlar ki, bunlar da ancaq gülürlər. Gələn dəfə də Gələn dəfə ağlayarıq. Gələn dəfə ağlayarıq. Çox sağ olun ki, mən Yəni də, yəni Su içəyirəm mən. Gəl məncə. əylənməyə söhbət. Gəlin belə eləyək. Sən də. Bizi daha çox görmək istəyirsinizsə, videonu bəyənməyi, kanalımıza abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Və bölümlərimizdən anında xəbərdar olmaq istəyirsinizsə, bildirimlərinizi açın. Və son olaraq da verilişimizin rəhbəri və prodüseri Fəqan bəy Dadaşova dərin təşəkkürümüzü bildiririk. Və şərhlərdə bizimlə fikirlərinizi bölüşməyi unutmayın. Hər həftənin cümə günü 20:00-da qarşınızda yeni bölümlə olacağıq. Bəli, bu gözəl üç qızın podkastına da hər zaman baxın. Hələlik. Təşəkkürlər, sağ olun.